İnternetiniz hər dəfə ən vacib anda zəifləyir və ya səhifələr çox gec açılır. Problem providerdən deyil, kompüterinizdəki bu gecə DNS ayarından ola bilər. İndi sizə cəmi 1 dəqiqəyə heç bir proqram yükləmədən internetinizin cavab vermə sürətini necə 2 dəfə artıracağınızı göstərəcəm. Daha sürətli DNS, daha sürətli internet deməkdir. Hazırsınızsa dərhal başlayaq. Zombie apocalypse. İlk öncə dəyənəti masasına daxil oluruq. Bura daxil olduqdan sonra ağ və internet seçimine daxil oluruq. Buradan bağdaşdırıcı ayarlarını dəyişdirin sözünü tıklayırıq. Burada gördüyünüz kimi qoşulduğunuz internetin üzərində sağ düymə özəlliklər seçiminə daxil olduqdan sonra TCP/IP videoda daxil olursunuz. Burada sizə DNS sunucu adresini avtomatik olaraq alda qalacaq. Seçiminizi dəyişdirib buraya 8888 altdan isə 8844. Bu isə sizin kompüterinizdən köhnə verilən serveri dəyişərək yeni və sürətli bir server keçməyinizə kömək edəcək. Əgər video işinizi yaradırsa kanala abunə olmağı unutmayın. Gəlin videoda görüşəndək.